Dostlar, hamıya salam. Sizinlə Nanul SMR-dir. Deməli, bu günləri nə yeyirik? Bizdə burada aladilərdir. Burada badımcan ikrasıdır, smitandır, sweet chili sous. Burada iveriya sosisikaları, ən sevdiyim. Və axotniçi, sevimli dadın belə mini sosisikaları və pilmeni nənəmgil eləmişdim. Xəmir qalmışdı, belə bir çörəklər elədilər. Gəlin başlayaq. Gəlin başlayaq. Acam. Həmçinin kadr arxası bizdə çayımız da var. Çox dadlı. Dünənləri məni o qədər poddeşka elədiniz. O qədər gözəl sözlər yazdınız. Yəni mən şok. Mənim canlarım, ürəklərim, mənim hoş nastroyeniyam qalxdı, inanırsınız. Daha çox çəkmək istəyirəm. Həvəsim artdı. Həqiqətən çox sağ olun ki, varsınız. O qədər də yazdınız, 200'ü keçdi. Mən şok. Iveriya sosisikaları. Bugünkü bizim temamız nədir? Mənə xanım sual verdi dünənlər. Dedi ki, suallara cavab verirsiniz burada. Dedim ki, niyə cavab vermirəm? Cavab verəm. Nədir sualınız? Mən deyir ki, pulu necə qırağa qoyursunuz, hara xərcləyirsiniz ən çox, paltara mı, yoxsa nəyə? Ümumiyyətlə, ən çox pul hara gedir sizdə ayda? Hardasa bir il bundan əvvəl bu mənə sual verilsəydi, düşünmədən paltar deyərdim. Amma ki, indi mən çox hissəni kontentə qoyuram pulumu. Çünki indi YouTube'da gəlir heç nə hələ yoxdur. Və qalan gəlir. Mən demək olar hamısını qırağa qoyuram. Mənim ümumiyyətlə həyatımda bir insan mənə dedi ki, sənin maaşın gəlir, sənin kartıva oturur. Ayda bu badımcan ikrasını çox sevirəm də. Hmm. 40-50%'ını qırağa qoymalısın. Dünya çöksə belə. O maaş qoyulmalıdır. Yəni o pul qoyulmalıdır. Açığı bu məsləhət mənə həyatda çox böyük kömək olub. Məsəl üçün, mamam fizioterapiya edir falan. Mama işləyir. Amma belə moment gəldi, mən anama qoymuram xərclənsin. Bilirəm, edə bilər. Amma yox. Üstəlik də mən də papa rəhmətə gedəndən sonra mən hələ təzə universiteti qurtarmışdım. Mamada iş var idi, amma o qədər də belə yaxşı değildi. Yəni mən hələ işləmirdim.
çətin anlar yaşamışıq. Mənim mamam çox qızılı var idi həmişə. Satırdı çünki mən başqa həyata öyrəşmişəm. İndi də mamanın hər ad günündə mənim adətimdir ki, anama qızıl nəsə alım. Mənim anam qızıl çox sevir. Brilyantlar falan belə çox mız-mız xanımdır bizdə. İndi anamın ad günü də 16 iyunda. Böyük xərclərimdən biri olacaq məsəl üçün mənim üçün. Üstəlik dünənləri mama ilə spora girdik. Mama ayağına görə çəki atmalıdır. Belə apetitli xanımdır. Mən də mamaya dedim, mama sən arıqlayırsan? Mamanı da biləm axı nə ilə. Mən sənin istədiyin qolbağı alacam. O qolbaq istirdi yenə. Bilmirəm də nə edə bilərəm. Mama da tez razı oldu. İnşallah alınacaq. Və belə xərclərim var, amma özümə o qədər də axır vaxtı xərcləmirəm. Çünki böyük bir şey almaq istəyirəm özümə. Gələcəkdə. Özümə çox ekonomiya edirəm axır vaxtı. Ancaq bu ay 150 manat civarında özümə Temudan bəzi şeylər sifariş verdim. Ev geyimləri falan. Çünki başa düşdüm ki, özümə axır vaxtı çox ekonomiya eləyirəm də. Biraz özümə də nəsə ayırım. Raspakovkanı yəqin ki, vlog çəkəcəm mən YouTube'da. Məndən vlog çox istəyirdiniz. Üç dənə bağlamadır. Sizə göstərəcəm hər şeyi. Məsələn, bu yeni ildə bütün bəzək falan, Novruz bayramında hər şey mən özümə götürmüşdüm ki, mən anama əziyyət verməyim. Amma belə demək olar evə məhsulları, yeməyi, içməyi mama alır. O deyir ki, pensiyaya qədər mən işləyəcəm. Çox başa düşən qadındır. Yəni başa düşür ki, oğlan uşağı deyiləm də ki, hər şeyi öz boynuma götürə bilmirəm də. Yəni necə olsa da, yəni evin tək uşağı olanda biraz çətindir, onu anlayır. Amma bəziləri kimi konkret valideyn şotuna yaşamıram. Mən çalışdığım qədər nəsə etməyə çalışıram. Həmən böyük bir şey məndə alınsa, mən söz verirəm ki, sizə hər şey deyəcəm. Çalışacağam indi vlog çəkməyə. Bilmirəm məndə vloglar necə gedəcək. Bir də soruşmuşdular ki, ayda nə qədər xərcləyirəm. Hər dəfə fərqli cür olur həqiqətən. Konkret ev üstümdə olmayaraq, anam hələ bilmirəm, bəlkə anam olur, bilmirəm, olur 500, olur 400.
Olur 200. Kontent üçün saymıram. O ayrı. İminə evə nəsə edim, alım. Olur, hıyma düşür, ət ala bilərəm evə. Amma ən çox 80-90% mama alır evə. Yəni bu belə. Yeni ildə məndə 800, Novruzda məndə 800 çıxdı. Yeni ildə Ucuska getdim. Yeni il belə nə bilim aksesuarları falan aldıq, hər şey, işıqlar falan, hər şey ledlər, nə bilim qabları 200 neçə manat çıxdı orada. Və yeni il stolunda belə bizdə bəhbəh idi. Pletlər aldım sonra ayrıca falan hər şeydə yenilədim. 1000-ə yaxın çıxdı. Amma ki bu belə deyim də ildə 2-3 dəfə olan aksiyadır, yəni belə xərclənirəm. Adətən belə olmur. Çalışıram ekonomiya eləyim. İndi axır vaxtda həmişə Trendyoldan sifariş verdim. Temuya keçdim çünki Temuda daha ucuzdur. Və deyirlər ki, keyfiyyət o qədər də hətta uzaq deyil də ondan. Trendyoldan. Qərar verdim ki, hələ ki Trendyoldan sifariş verim. Niyə də yox. Ona görə təqribi sizə belə deyirəm də. Bu ay məndə ancaq fizioterapiya çıxdı və bu Temuda sifariş verdiklərim. O da 500-ə yaxın belə bir şey. Biraz ondan çox. Olur ki, həqiqətən 100-150 aya çıxır. Çünki mən çox ekonomiya turboya düşürəm. Yəni konkret deyirəm ki, bu ay belə ağa qoymağa çalışıram. Qazancımın 50, 60, 70 azın qırağa qoyuram. 40-50-dən çox qoyuram mən. Ona görə belə. Yəni siz doğrudan da rəylərdə sual verə bilərsiniz rahat. Mən yəni heç nə gizlətmirəm. Blogda da qazanmağa başlayanda deyəcəm hamısını açıq. Gizlətməyin nə mənası? Heç kim uşaq deyil. Ona görə belə dostlar. Yediyi, içdiyi. Sizinlə Nanul ASMR idi əzizlərim. Köynə videolarıma baxmanızsa bura basıb köynə videolarıma baxa bilərsiniz. Burada loqom olacaq. Ora basıb takib ata bilərsiniz. Uşaqlar, yeni fonu demək olar çoxunuz bəyəndiniz. Hamınız dediniz ki, çox gözəldir belə. Demək olar çoxsu. Bəziləri köynə fon üçün darıxır. Amma burada yemək daha yaxındır deyə ona görə. Mənə elə bil daha rahatdır. Sabaha dək əzizlərim. Sizlə Nanul ASMR idi.